Məsələ 7. Fx bərabərdir 1 bölək 1 minus x olarsa fx bərabərdir sual. Yəni f'in f'ə, onun da f'ə superpozisiyası, mürəkkəb funksiyasını tapmalı. Əvvəlcə biz bu məsələni həll eləmək üçün f'in fx-ə superpozisiyasını tapırıq. Bu bərabərdir. Bu o deməkdir ki, funksiyada x-in yerinə fx-in qiymətini yazmaq lazımdır. Yəni 1 bölək 1 minus x-in yerinə 1 bölək 1 minus x-in qiyməti yazılır və bərabərdir. Məxrəci ortaq məxrəci gətirəndə 1 minus x, burada oldu 1 minus x çıxaq 1. Bu da bərabərdir. Birlər islah oldu. Aldıq 1 bölək x minus 1. Mənfini verdim məxrəcə burada, bu mənfini. X minus 1 oldu. Bu da bərabərdir. X minus 1 bölək x alınır. Və indi üçqat superpozisiyanı tapmaq üçün nə edirik? Götürürəm funksiya fx bərabər olacaq. Funksiyada x-in yerinə indi bax bu qiyməti yazırıq. Olacaq 1 bölək 1 minus x-də x minus 1. Və tapırıq olacaq 1 bölək x-də x minus x plus 1. X-lər islah oldu. Aldım 1 bölək x. 1 bölək x-in tərsi bu da verdi x. Beləliklə f(x) mürəkkəb funksiyası elə x-ə bərabər oldu.